ağsaqqallar arasında əlaqələrin inkişafı ictimai birliyi əvvəlki illərdə olduğu kimi 2025-ci ili də uğurla başa vurur. Yola saldığımız ildə Tayyip özünün fəaliyyət proqramına uyğun olaraq bir sıra tədbirlər həyata keçirib. Bu sırada ənənəvi olaraq ölkənin aparıcı ali təhsil ocaqları ilə birgə müxtəlif mövzulara həsr olunan konfransları, Yeni Azərbaycan Partiyası Veteranlar Şurası ilə birgə partiyanın bir sıra rayon təşkilatlarında keçirilmiş görüşləri göstərmək olar. Erenler dünyası yurttaşı, müdrikler duası yoldaşı, Tanrı'ya duası yaddaşı, Türk Aksakalları Birliği, Soyköke sevdası hevesi, Türklük havası, meslen meramında hak sesi, Türk Aksakalları Birliği. Bu kimi tədbirlər həm paytaxt rayonlarında, həm də bölgələrdə təşkil olunub. 2025-ci ildə Türk Aksakalları arasında əlaqələrin inkişafı ictimai birliyinin təşkilatçılığı ilə İctimai Birliyinin mərkəzi ofisinin yerləşdiyi Nizami rayonunun ictimai nümayəndələrinin işğaldan azad olunmuş rayonlara səfər reallaşdırılıb. Səfər çərçivəsində Şuşa, Laçın və Xankəndi şəhərləri ziyarət olunub. Xankəndidə yerləşən Qarabağ Universitetində görüş keçirilib. Aksakalları Birliği. ildə Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası ilə birgə keçirilən tədbirlər sırasında ali məktəblərə qəbul imtahanından yüksək nəticə göstərmiş Nizami rayonu gəncləri ilə görüşdə yer alır. Görüşdə tələbələrə Tayyip adına müxtəlif qiymətli hədiyyələr verilir. Tədbirlərlə yanaşı Tayyipin mərkəzi ofisində dəyirmi masalar və birlik üzvlərinin müəllifi olduğu kitabların təqdimat mərasimləri də keçirilib. Həmçinin Türk ölkələrindən gəlmiş qonaqlarla səmimi söhbətlər aparılıb. ildə Tayyipin sıraları da genişlənib. Belə ki, ictimai birliyə davamlı olaraq üzvlük ərizələri daxil olub. İdarə heyətinin üzvləri müraciətçilərin hər biri ilə ayrı-ayrılıqda görüşərək onlara ictimai birliyin məqsəd və məramları barədə ətraflı məlumat verib. Nizam qaydaları əhatəli şəkildə izah olunub. Türk elləri turanım, yurd düzüm dağım aranım, Türklük kehkeşanım, ezelim şanım, Türk Aksakalları Birliği. Türk Aksakalları arasında əlaqələrin inkişafı ictimai birliyi hər il olduğu kimi bu ildə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin Bakıdakı səfirlikləri ilə əlaqədə olub, müxtəlif birgə layihələrlə bağlı təşəbbüslər irəli sürüb. Fevral ayında Qazaxıstan səfirliyində keçirilən görüşdə 2025-ci ilin yadda qalan hadisələrindən biridir. Bugündən sabaha bir yoldu, inancımda kutsal bir yoldu, Aksakkal xilqətdə nur yoldu, Türk
Ağsaqqalları birliyi. Türk ağsaqqallar arasında əlaqələrin inkişafı ictimai birliyinin üzvləri hər il Ulu Öndər Heydər Əliyevin doğum və anım günlərində onun məzarını ziyarət edirlər. 2025-ci ildə də hər iki tarixdə fəxri xiyaban ziyarət olunub. Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilir. ilin yekun tədbiri dekabrın 29-da Nizami rayonunda valideyn himayəsindən məhrum olmuş uşaqların iştirakı ilə keçirilib. Bu tədbir TAİB və Türk Sənət Akademiyasının birgə təşkilatçılığı ilə bir saylı uşaq evində gerçəkləşdirilib. Tədbirdə uşaqlara Türk Sənət Akademiyasının Tarix Yazan Çocuklar layihəsi çərçivəsində nəşr olunmuş kitablar təqdim olunub. Uşaq evinin sakinlərinə TAİB adından bayram hədiyyələri paylanılıb. Bugündən sabaha bir yoldur, inancında kutsal bir yoldur. Ağsaqqal xilqətdə nur yoldur, Türk Ağsaqqalları birliyi.